Değerli şagirdlər, zəhmət olmasa abunə olub videomu bəyənməyi unutmayın. Baxaq 143-ə. Deməli 143-də bizdən soruşulur ki, verilən ifadəni sadələşdir. İlk öncə surətdə iş görə bilərik. Baxın, məxrəc bizə heç nə vermir axı. Kök 3 plus kök 5 plus 2 olduğu kimi qalır. Amma surətdə fikir verin. Kök 12-ni necə yaza bilirik? 2 kök 3. Kök 20-ni yazıram. 2 kök 5. Və kök 16-nı yazıram 4. Elə deyilmi? Məxrəc olduğu kimi qalsın. 3 plus kök 5 plus 2. Sürəti də hər birinin yerinə yazıram. Kök 12-nin yerinə yazıram 2 kök 3 plus. Kök 20-nin yerinə yazıram 2 kök 5 plus. Kök 16-nın yerinə yazıram 4. Fikir verin, ortaq vurğu var burada. 2, 2, bu da 2 vur 2'dir, elə deyil. İndi fikir verin, kök 3 plus kök 5 plus 2. Surətdən 2-ni ortaq vurub çıxartsam, nə baş verər? Qalacaq kök 3, üstə gəl kök 5, üstə gəl 2. İndi fikir verin, bunlar ixtisar gedər. Yekun cavabımız nə olacaq? 2. Yəni, D bəndi.